Mən ağalarımızdan öyrəşdim ki, yuxarı bir səthdə gərək sizin məhzərünüzdə söhbət ola. Sözlərimi hamısını əvəz elədim. Bir söz ərz eləyim, əvvəl bilaq harda əyləşibsiniz. Qur'anda bir ayə var, buyurur və qul i'məlu fəsəyərəlləh əmələkum və rəsuluhu vəl-mu'minun. Hər iş görürsünüz, görün. Amma bunu bilin, Allah görür. Peyğəmbər görür, müminlər də görür sizin işlərinizi. Müminlər buyurdular, yəni imamlar. Buradakı əyləşibsən, bu məclisiniz Allahın gözünün qabağında, Peyğəmbər Əkrəmin gözünün qabağında, 12 imamın gözünün qabağında və məxsusən ağamız əsrin imamı sizin tək-təküzü bu ləhzə baxır, görür, qiyamətuza zəxirə olacaq İmam-ı Zaman buyuracaq, mənim şiələrim gəldilər anam Fatimə Zəhranın Mövlud məclisində iştirak elədilər. Anamın bayrağını ucatdılar. Bu bir cümlə istədim ərz eləyəm ki, bilaq nəcür, yuxu aparmaz. Mənim də sözlərim sizi yormasın. Mən şayad bacarmayam, amma siz xanımın hörmətinə bu məclisdə əyləşibsiniz. Əzizimiz, ustadımız Həzrəti Hüccətül-İslam vəl-Müslimin Hacı Bəxtavər xanımın məqamatindən o ziyarətnaməni oxudular. Xanım bu deyil ki, cəmaət yerdə tanıdılar. Xanımı tanıyanmadılar cəmaət. Xanım o idi ki, o ziyarətdə buyurub, bu dünyaya gəlməmiş, xəlq olmamış Allah dərgahında imtihan verdi və imtihandan çıxdı. Buyurdu, Allah tək idi, heç mövcud yox idi. İzə əradəlləh ən yunşəə xəlqəh. Allah iradə buyurdu, məxluqları yaratsın. Əvvəl nəyi yarattı? Siz buyurun. Peyğəmbərimiz buyurdu, əvvəlu ma xələqəlləh nuri. Əvvəl bir mövcud ki, Allah yarattı, mənim nurumu yarattı. Əlinin nurun yarattı, Fatimənin nurun yarattı, Həsənin nurun yarattı, Hüseynin nurun yarattı. O bir məxluqatda sonra buyurdu, ثُمَّ فَتَقَ نُورِ فَخَلَقَ مِنْهُ الْعَرْشِ. Mən Peyğəmbərin nurun Allah parçaladı, öz ərşin mənim nurumdan yarattı. Peyğəmbəri gərək bu cür tanıyasın. Və sizlər bu cür tanıyasınız. Ağa indi bu yerdir. Buradan yuxarı gündür, kəhkəşanlardır, aydır, ulduzlardır, 7 göydür. 7 göydən sonra nə mənədir? Siz buyurun. 7 göydən sonra nə mənədir yuxarı? Ayət-əl Kürsüdə oxuyursunuz ki, vəsəə kursiyyuhus səmavat vəl ərz. 7 göydən sonra Allahın kursisidir. Kursidən yuxarı nə mənədir? Allahın ərşidir. Allahın ərşindən yuxarı da heç zat yoxdur. Allah öz ərşin bizim Peyğəmbərimizin nurunun bir zərrəsindən yaradıb. Peyğəmbəri gərək bu cür tanıyaq. ثُمَّ فَتَقَ نُورَ أَخِي عَلِيٍّ فَخَلَقَ مِنْهُ الْمَلَائِكَةَ. Sonra qardaşım Əlinin nurun parçaladı, mələikələri pito Əlinin nurundan yarattı. Mələikələr kimdirlər? Allahın xilqətdə mələikələrdən ən çox bir məxluqu yoxdur. Yəni insanlardan çoxdular, yarpaqlardan çoxdular, qardan, yağışdan, cinnidən, torpağın dənələrindən mələikələr çoxdular. İndi burada neçə dənə mələikə var? Ha, bu məclisdə neçə dənə mələikə var? Heç olmasa 2 siz bərabərcən.
Bəli, bu bizim etiqadımızdır, rivayətlərimizdir, ayələrimizdir. Hər adama 2 mələikə hətmən var, ondan da artıq bura doludur. Çünki Əhl-i Beyt məclisidir. Yerdən göyəcən doludur mələklə, göylərdən ta ərşəcən doludur mələklə, hamısı da məsumdurlar. La yəsbiqunehu bil qavl və hum bi əmrihi yə'məlun. Bir zərrə Allahın sözündən çıxmazlar. Nə mənə Allah buyurub ona əməl elərlər. Bu əzəmətdə mələkələr ağamız Əmir-əl-Mumininin nurunun bir zərrəsindən yaranıblar. Əli kimdir? Bəşərin ağlı çatmaz. Thumma fataqa nura ibnati Fatimə fəxalaqa minhus samavati vel ard. Sonra kızım Fatimənin nurun parçaladı Allah. Tamam göyləri, 7 göyləri, yeri də Fatimənin nurundan yarattı. Fatiməni yer üzündəki dolanan Fatimə ilə tanımayaq. O birilərinkidir. Şiənin mərifəti çox yuxarı. Şiənin ürəyində Allah bir məhəbbət nuru qərar verib, Fatiməni belə tanıyır, adı gələndə elə bir ruhuz uçur gedir Allahın ərşinə. Bu yer Fatimənin nurundan yaranıb. Xanımlar, əziz qadınlar, başucu uca tutun, ərəblərin bir şeiri var, ağalar, deyərlər, ulaikə abai fəcə'ni bimislihim. Dünyada başucu uca tutun, deyin bizim ağamız Əli idi. Əgər dünyanın ona bir tay ağası var, nişan versin. Yoxdur. Dünyada xanım Fatimə Zəhra kimin bir xanım var uzdu, nişan verin. Yoxdur. ثم فتق نور ابن الحسن فخلق منه الشمس والقمر. Sonra balam Həsənin nurunu Allah parçaladı, günü, ayı Həsənin nurundan yaradıb. Bu gün bir gün olmasa, bu Rusiya Sibiri dondurar sizin hamısı. Bir gün olmasa. Mən deyirəm bir gün 8 dəqiqə, biləsiniz 8 dəqiqə neçə? 8 dəqiqə gün olmasa sən də donasan, buz olasan, mən də burada hamı da yer üzündə. İmam Həsənə borçluyuq. O gün İmam Həsənin nurundan yaranıb. Şiənin məarifi budur. Əlbəttə biz bunu hamıya deyənmərik, mən burada deyirəm. Bunu öyrəşmək etiqad istəyir, Quranı düşünmək istəyir, rivayəti. Vəli gördüm, əlhamdülillah, siz ürəyiniz bu mətalibə amadədir. Bunları dedim. Sümmə fətəqə nurə ibniyəl Hüseyin fəxələqə minhul cənnətə vəl hurəl-in. Sonra balam Hüseynin nurun parçaladı. Cənnəti, behişti balam Hüseynin nurundan yarattı. Bizlər ümidimiz budur, arzımız budur. Allah qiyamətdə yerimiz cənnət ola. O cənnət İmam Hüseynə borçludur. O cənnət İmam Hüseynin nurundandır. Allah 124 min peyğəmbərin hara aparacaq qiyamət günü? Buyurun. Cənnətə. O cənnət İmam Hüseynin nurunun bir zərrəsindən yaranıb. İmam Hüseyin kimdir? İmam Hüseyin kimdir? Bizlər dilimiz laldır, əlkəndir, ağlımız çatmır ağalarımızı, imamlarımızı, əhl-i beytimizi cəmaətə düz müərrifçilik eləyək. Mən bir rivayət oxudum, o aləmlərdən soruş, get bu aləmə. Bu aləmdə Allahın nə mənə bərnaməsi var, əzizim ayəni oxudular. Adəm-i Əbülbəşər istirdi tövbə eləyə, dedi, ya Hamidu, bə haqqı Muhammed, ya Ali bə haqqı Ali, ya Fatiru bə haqqı Fatimə, ya Muhsinu bə haqqı Həsən, ya Qadim əl-İhsan, bə haqqı Hüseyin illa tubtə aliyyə. Allah bu 5 nəfərə xatir mənim tövbəmi qəbul elə. Allah qəbul elədi. Bu dünyada. Bu dünyada Allah hər nə program, bərnamə yaradıb, bu 14 məsumun başına dolanır.
Hacı Elşən gələr oxur. Mən irəli gün Peterdə qulaq asım, dedi, imamət də Əlinindir. Vilayət də Əlinindir. Səxavət də Əlinindir. Şücaət də Əlinindir. Nə mənə desöz Əli qapısındadır. Ayrı yerdə də bir zat var. Allah yoxdur. Bu dünyada Allah istədi cəmaəti hidayət eləsin. Əlinin əliylə. Xanım Fatimə Zəhranın vilayəti ilə əliylə. Hüseyninin qanı ilə. Həsəninin barışması ilə, sülhü ilə və gər nə olar olmasaydı, bugün yer üzündə Allah'ı tanıyan olmazdı. Bu da bu dünyanın ki, mən istəmirəm, çox yubadam. Buradan doyan olan əlindədir. Mədinə şəhərində Peyğəmbərə xəbər verdilər, bir qərə qul ölüb. Biz qədim Təbrizdə qul deyərdik, indi bilmirəm siz niyə deyirsiniz qulama. Qul deyir. Qul ölüb. Həm quldur, həm də qərədir. Sayan kimdir? Cəmaatın içində bunun qədri yoxdur. Peyğəmbər gəldi bunun cənazəsini təşkil eləməyə. Cəmaat eşitdilər Peyğəmbər özü təşrif gətirib, Mədinə əhli hamı töküldülər. Peyğəmbər yapışdı tabutun dörd tərəfindən. Buna tələbələr burada həm elhamdülillah ulema varımızdır, Hacı Asaf ağa, ağalarımız, həm bilirəm qadınların içində müəllimələr, dərs oxuyanlar, dini dərs oxuyanlar varlar. Buna ərəbidə tələbələr deyər tərbi, yəni dörd tərəfdən yapışmaq. Müstəhəb bildir, savabı var. Cənazə təşkil eləyəndə tabutunun dörd tərəfindən yapışasınız. Biraz qabaqda sağdan, soldan, dalda, saldan, soldan, arxada. Peyğəmbər gördülər bu qara qulun cənazəsinin tabutun dörd tərəfindən də yapışdı, cəmaat təəccüb elədi. Bu kimdir Peyğəmbər? Bu belə buna ərziş, ehtiram, qədir qoyur. Cənazəni ki qoydular qəbrin qırağında yerə, Peyğəmbər buyurdu, əlini səsliyin gəlsin. Ağamız təşrif getdi. Buyurdu, kəfənin üzünü açın. Açdılar. Buyurdu, Əli, bu qulu tanıyırsan. Ərz elədi, bəli tanıyıram ya Resulullah. Bu bir qərə qulamıdır. Bilərdi mən hər gün evdən hansı saat çıxacağım eşiyə, gələrdi, durardı mənim yolumda, qapımın ağzında. Elə mən evdən çıxmışdım eşiyə, mənə bir səlam verərdi. Əssəlamu aleykə ya əmirəl müminin. Mənim üzümə bir məhəbbət ilə baxardı, gülərdi, gedərdi. Bu qədər. Peyğəmbər buyurdu, bu qədər məhəbbətinə xatir, indi ki bu ölüb, Allah 70.000 qrup fauc, mələikə yollayıb bunun təşkil cənazəsinə. Hər faucuda 70.000 mələk var. Nə qədər olar cavanlar? Kaş mən Rusi biləydim, amma mən bunlarla Rusi danışaydım. Axı siz bunların hamısını bilirsiniz də. 70.000 zərbələ 70.000'ə. Onlar 4 milyard 900 milyon mələikə Allah yollayıb bir qərə qulun təşyi cənazəsinin təşyiyinə. Niyə? Kulluhum yəqulun haza muhibbu Aliyyə ibn Əbi Talib. Bizim İranda salavat çevirərlər. Hacı Nizama Fədəc xutbəsinin tərcüməsini oxudun. Ürəyim parçalandı. Bu ümmət kimin qədrini bilmədilər? Bu xanımın. Peyğəmbər Əkrəm ehtizar halında üzü qibləyə ömrünün axırında eşidibsiniz, Əyyam Fatimiyyədə ağlayıbsınız, mən istəmirəm bu gecə ağlayaq. Əzrail gəldi, 3 dəfə qapını dövdü, ta xanım qapını açdı. Peyğəmbər buyurdu ki, Əzrail, Cəbrail hardadır, niyə gəlmir?
Mən onu bir ömür qardaş səsləmişəm. Qardaşı öləndə tək qoymaz. Əzrail izn aldı, uruc elədi göylərə, bir neçə saniyədən sonra Cəbrail ilə qayıtdı. Peyğəmbər buyurdu, Cəbrail, hardaydın? Ərz edir, ya Resulallah, göyləri bəziyirdim sənin qədəmləri o. Cənnəti bəziyirdim sənin qədəmləri o. Buyurdu Cəbrail, mən Allahdan ölmək istəyirəm. Amma ölməmişdən əvvəl istəyirəm Allahdan bir söz biləm, xiyalım rahat ola. Allah mənim şiələrimlə qiyamət günü nə cür keçinəcək, nə cür rəftar eləyəcək. Bunu bilim, fikrim, xiyalım rahat olsun, sonra ölüm. Cəbrail icazə aldı, uruc elədi, bir neçə dəqiqədən sonra qayıtdı, ərz elədi, ya Resulallah, Allah yuqarı o kəs salam. Allah sənə salam yolladı, buyurdu bizim Peyğəmbərimiz, nigaran olma. Və ləsəvfə yu'tikə Rabbukə fətərza. Allah qiyamətin, ixtiyarın pitov verdi sənin əlvə. Şəfaət elə ta oracan ki, özün razı olasan. Qiyamətin ixtiyarı düşdü kimin əlinə? Peyğəmbərin əlinə. Sonra Peyğəmbər bir əli ilə Əmirəl-Möminin əlin, bir əli ilə xanım Fatimə-i Zəhranın əlin bir sözlər buyurdu, mərsiyədir, mən onları demirəm. Sümmə qal ya Fatimə, vallah la ərza həttə tərza, sümmə la vallah la ərza həttə tərza, sümmə la vallah la ərza həttə tərza. 3 dəfə Peyğəmbər and içdi. Qızım, Fatimə, Əl-an Cəbrail gəldi, Quran ayəsi getdi, qiyamətin ixtiyarını verdi mənim əlimə Allah. Ta mən razı olmayıncan şəfaət eləyəm şiələrimi, sizləri. Qızım, mən də onun hamısının ixtiyarını verdim sənin əlivə. Sən Fatimə razı olmayıncan məni Peyğəmbər razı olmayacağım. Vallah sən razı olmayıncan mən razı olmayacağım. Qiyamətin də şəfaətinin ixtiyarı hamısı xanım Fatimə-i Zəhranın əlindədir. O əvvəl xilqətindən, nuru yaranandan, ta indiyə qədər ki, əyləşibsən burada, ta ölüncən, ta qəbr aləmində, ta qiyamətdə iş bu xanımın əlindədir. Başınızı uca tutun, deyin biz bu xanımın şiəsiyik. Biz bu xanımı sevənlərdənik. Amma heyf ola balası göz qabağında deyil. Üzümüzü tutaq deyək, ya sahibə zaman, sənə təbrik deyirik anon. Mevludun min hecrike ya Habib. Qalbi qadzab, unzur nəzərən iləyyə yəbnəl ətiyab. Əl-curu fəşaələl muhibbinə fəqum. Ya muntaqiman bi emri Rabbil erbab, agah eden esrar eden insanları sensen ya sahibi zaman. Fermanber eden sahibi fermanları sensen. Mazlum olan ervah-ı mutahhar seni gözler. Taksirsiz ellerde ölenler seni gözler. Anon da seni gözler ya sahibi zaman. Bu cəmiyyət, bu cəmaat hamısı belə niyyət elədilər. Bu məclisin savabı nə mənə var Allah İmam-ı Zamanımızın fərəcini